Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bu gün sözün əsl mənasında çox ləzzətli makaron yeməyi hazırladım. Sizinlə də bölüşürəm. Amma əvvəlcə sizdən xahişim budur ki, kanalıma abunə olun, bəyənin və mənə dəstək olun. Allah hər birinizdən razı olsun. Bismillah deyib yeməyi bişirməyə başlayıram. Əvvəlcə bibərləri və pomidoru doğrayıram. Qeyd edim ki, mən 2 bibər, 1 pomidor istifadə elədim. Sonra biraz şüyüd, biraz cəfəri, biraz da göy soğanı incə-incə doğrayıb kənarda gözlədirəm. Ümumiyyətlə, mənim uşaqlarım makaronu çox sevirlər. Mənə elə gəlir ki, bütün uşaqlar bu yeməyi sevir. Və ona görə də mən çalışıram ki, hər dəfə bu makaron yeməyini fərqli üsullarda bişirim. Sizlər makaronu hansı üsulla bişirirsiniz? Zəhmət olmasa şərhlərdə fikirlərinizi, yəni bişirdiyiniz üsulları mənimlə paylaşın, bölüşün ki, mən də gələn dəfə sizin fikirlərinizdən istifadə edim. Bir qaba 3 yumurta, zövqə görə duz, istiot, paprika, pul biber və doğradığım göyərtiləri əlavə edirəm. Mən şüyüd cəfəri, göy soğan istifadə etdim. Yəni keşniş də istifadə eləmək olar. Və bunları yaxşı qarışdırıram. Yəni bu qarışıma istəsəniz Holland pendiri də əlavə edə bilərsiniz. Ancaq mən üzərinə istifadə elədim. Bunları yaxşı qarışdırdıqdan sonra kənarda bişirib süzdüyüm makaronu bir borcama əlavə edirəm. Üzərinə isə hardasa 2 xörək qaşığı kərə yağı əlavə eləyirəm. Yəni istəsəz zeytun yağından, günəbaxan yağından da istifadə edə bilərsiniz. Yumurtalı qarışımı da üzərinə töküb yaxşı-yaxşı qarışdırıram və doğradığım bibərləri, pomidoru səliqə ilə üzərinə düzüb sobada 10-15 dəqiqə yumurta və üzərindəki pomidor bibər bişənə qədər bişirirəm. On dəqiqədən sonra sobadan çıxarıb üzərinə rəndədən keçirdiyim Holland pendiri səpib 2 dəqiqə daha sobada gözlədirəm ki, pendir ərisin. Artıq bişib, hazırdır. İnanın çox ləzzətlidir. Bunu sarımsaq qatıqla servis edirəm.
Siz də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Sağ olun, Allaha əmanət olun.